Salam əziz şagirdlər, 7 dekabr 2025-ci ildə ödənişsiz WhatsApp qrupumuzda paylaşdığımız sınav imtahanının suallarının izahlarına baxırıq. Xatırladım ki, suallarımızın hər biri əvvəlki illərin DİM sınaqlarında və qəbul imtahanlarında istifadə olunmuş suallardır və həmçinin bir çoxu sizə tanış da gələ bilər, çünki artıq bu sualların bir çoxu yeni DİM toplularında istifadə olunub, toplulara əlavə olunub. Siz də öz nəticələrinizi bizim şərhlər bölməsində qeyd edin ki, biz diqqət edək, nəticələrinizlə tanış olaq. Başlayaq sınavımızın izahına. Birinci sualda deməli, x minus y bərabərdir 5 və 2x kvadratı minus 2xy plus y kvadratı bərabərdir 41 tənlilər sistemindən x kvadratını tapın. Verilmiş ikinci tənliyi x kvadrat üstəgəl x kvadrat çıxılsın 2xy plus y kvadrat şəklində yaza bilərik. Bərabərdir 41-ə. Nəyə görə belə yazdıq? Çünki bu ifadə bizə tanış gəlir. Bu ifadə hansı ifadədir? X kvadratı plus x minus y-in kvadratı deməkdir. Bərabərdir 41-ə. Biz də bilirik ki, x minus y bərabərdir 5-ə. X kvadrat plus 5-in kvadratı bərabərdir 41. X kvadratı bərabərdir 41 çıxılsın 25. O da bərabər olacaq 16-ya. Yəni cavab olacaq C variantı birinci sualda. İkinci sualda demək, x minus 3 kökatda xy plus 2y ifadəsini vuruqlara ayırın. Bu ifadəni necə yaza bilərik? Demək, x çıxılsın kök altda xy, qruplaşdıraq bunları. Minus 2xy, yəni kök altda xy plus 2y buradan da bərabərdir. Nə edə bilərik? Bu 2 vuruqdan, daha doğrusu 2 fərqdən nəyi çıxarda bilərik mötərizə xaricinə? Kök altda x-i çıxarda bilərik. Kök altda x-i çıxardanda mötərizə içində nə qalır? Kök altda x çıxılsın kök altda y qalır. Çıxılsın 2 kök altda y-i ikinci ifadədən, yəni bu ifadədən çıxardanda mötərizə xaricinə qalır nə? Kök altda x üstəgəl, yox, çıxılsın kök altda y. Bərabərdir. Bu iki ifadədə ortaq vuruq nədir? Kök altda x çıxılsın kök altda y. Mötərizə xaricinə çıxanda nə qalır? Mötərizə içində qalır kök altda x çıxılsın 2 kök altda y. Demək, kök altda x minus kök altda y, kök altda x minus 2 kök altda y. Bu da cavab olacaq bizim B variantı. Üçüncü sualda əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların 1/3 hissəsi və daha 6 alma götürdülər. Nəticədə səbətdə almaların yarısı qaldı. Səbətdə neçə alma var idi? Bu da toplumuza əlavə olunmuş sualdır. Demək, əvvəlcə səbətdən 6 alma götürdülər. Yəni x alma var idi. Çıxaq 6 almamı. Sonra qalan almaların 3/1 hissəsini. Yəni yenə çıxırıq. Qalan alma hansıdır? X minus 6-dır. Bunun da 3/1 hissəsi. Və daha sonra yenə 6 alma götürdülər. Nə qədər alma qaldı? Nəticədə səbətdə almaların yarısı qaldı. Nə qədər alma var idi? X. Yarısı nə qədər olacaq? X bölünsün 2. Vurub açaq. Deməli, x çıxılsın 6, çıxılsın 3/1x. Üstəgəl 6-nı 3/1-ə vuranda niyə üstəgəl olur? Hər ikisi mənfi olduğuna görə. Üstəgəl 2 çıxılsın 6 bərabərdir. X bölünsün 2. Dəyişənləri bir tərəfə, məlumları bir tərəfə keçiririk. X çıxılsın 3/1x, çıxılsın x bölü 2 bərabərdir. 6 çıx 2 üstəgəl 6. İşarələri dəyişib keçiririk sağ tərəfə. Burada alınacaq ortaq məxrəc neçədir? 6. 6x çıxılsın 2x çıxılsın 3x alınır. Bərabərdir. Demək, 4 üstəgəl 6 alınır neçə? 10 alınır. Demək, nə alınacaq? 6x-dan 2x, 4, 4-dən 3, 1. X böl 6 bərabərdir nə alınır? 10. X bərabər olacaq. Çarpaz şəkildə vuranda 60 alınır. Səbətdə neçə alma var? Demək, səbətdə 60 alma var imiş. Dördüncü suala baxaq. X, y, z natural ədədləri 5y, 6z, x bərabərdir. Daha doğrusu 5y bərabərdir 6z şəklində. X bərabərdir 2z olarsa x plus y plus z cəminin ən kiçik qiymətini tapın. Burada verilə biləcək ən kiçik qiymətdə hansı ola bilər? Y-imizə 6 verə bilərik. X-imizə 5 verə bilərik. Daha doğrusu z-imizə 5 verə bilərik. Z-imiz 5 olduğu halda
Demək, z-imiz 5 olduğu halda, bax, y oldu 6, x oldu, ən kiçik qiymətindən söhbət gedir. Daha doğrusu z oldu. Z oldu neçə? 5. Onda x bərabər nəyə? 2z-ə. Yəni 2 vur 5, o da olacaq 10. Bizdən nə istəyir? X plus y plus z. Yəni 10 plus 6 plus 5 cavab olacaq 21. Yəni D variantı olacaq. 5-ci sualda olarsa hansı tam ədəddir? Yəni hansı aşağıdakı ifadələrə, ədədlərə bölünür? Burada olacaq n bərabərdir. 2 üstü 12-ni biz yazaq 2 üstü 6-nın kvadratı çıxılsın 1-in kvadratı şəklində. Olacaq 2 üstü 6 çıx 1, 2 üstü 6 üstə gəl 1. Bu da neçə deməkdir? 2 üstü 6 eləyir. 64, 1 çıxanda 63 vurulsun 65 olacaq. Deməli, aşağıdakılardan hansı bu ifadənin vuruqlarından birinə daxildir? Bax, 14, 63 vur 60 kənarda yazaq. 63 vurulsun. Belə yazaq. Surətdə olsun 63 vurulsun 65. Bax, 14 vuruğu yoxdur bu ifadələrin içində. Həmçinin 26 vuruğu yoxdur. Həmçinin 18 vuruğu olmayacaq bu ifadələrin içində. Amma 13 vuruğu var. Çünki 13 ilə 65 ixtisar gedir 5 dəfə. Onda bu ifadəmiz tam ədəd olacaq. Cavab olur hansı variant? D variantı. 6-cı sualda cədvəldəki irrasional ədədlərin sayı həqiqi ədədlərin sayının P faizini. P hansı faiz olacaq? Demək, P bərabərdir. Hansı faiz olacaq? Deməli, cədvəldəki ədədlərin sayı, cədvəldəki irrasional ədədlərin sayı. İrrasional neçədən ədəd var? Bax, 1, 2, 3, 4, 4 dənə irrasional ədəd var. İrrasional ədədlərin sayı, həqiqi ədədlərin sayı. Həqiqi ədədlər hansılardır burada? Demək, rasional, irrasional hamısı birlikdə həqiqi ədəd gedir. Yəni, burada 10 dənə ümumilikdə ədəd var. Neçə faiz eləyir? Vuranda 100-ə 40 faiz eləyir. Yəni, P bərabərdir 40-a. Sonra deyir, tam ədədlərin sayı, rasional ədədlərin sayının Q faizini. Q bərabər olacaq nəyə onda? Tam ədəd neçədən varımızdır? Demək, 1, 2, elə 2 dənə olacaq. 2 bölünsün 10, vurulsun 100. Bərabərdir neçə alınır? 20 faiz. Bizdən nə istəyir? P çıxılsın Q. P çıx Q. Bərabər olacaq 40 çıxılsın 20. Bərabərdir 20 faiz olacaq. Cavabımızda yoxdur. Niyə yoxdur? Çünki bizə ikincində deyir ki, Q-müzü səhv tapmışıq. Niyə? Çünki Q-müzdə deyir ki, demək, tam ədədlərin sayı, rasional ədədlərin sayı. Tam ədədimiz neçədənədir? 1, 2. Bax, 1, 2. Deməli, 2 bölünsün neçə? Rasional ədədlərin, tam ədədlərin sayı, rasional ədədlərin sayı. Rasional ədədimiz neçədənədir? 1, deməli, 1, 2, 3, rasional 4, 5, 6. 2 böl 6 vur 100. Rasional ədədimiz bu qədərdir. İxtisarlarımızı aparaq olacaq 1, 3. 3-də 100. Bu da eləyəcək 33 tam 3-də 1 faizimiz. Deməli, P çıxılsın Q neçə olacaq? 40-dan çıxırıq. 33 tam 3-də 1-i 6 tam 3-də 2 faiz eləyəcək. Cavab olacaq A variantı. 7-ci sualda burada adətən şairlər nəyə səhv düşünür? Bu pi bölünsün 3 tam %14'ü rasional ədəd kimi fikirləşir. Hətta tam ədəd kimi fikirləşir. Amma pimiz 3 tam %14'ə bərabər deyil. Təqribən 3 tam %14'ə bərabərdir. Davam edək. 7-ci sualda. Deməli, 7-ci sualda nə deyir? Deyir ki, ifadəsinin qiymətini tapın. Çox rahat bir sual. Demək, ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz olacaq 10 tam 60'da 47'ni yazaq.
Ya da gəl belə eləyək. Hissə misalımızı həll eləyək də. Uzatmayaq. Hissə necə həll eləyə bilərik? Deməli, mötərizənin içini həll eləyək. 8 tam 5-də 1 çıxılsın. Olacaq 8 tam ortay məxrəci gətirəndə 15-də demək 3 çıxılsın 5 tam 15-də 5-2-nin 10 bərabərdir. Yenə çıxa bilmədiyimizə görə bunu yazacaq 7 tam 15-də 18 çıxılsın 5 tam 15-də 10. Bu da bərabərdir 2 tam 15-də 8. Deməli 18-dən 10 çıxanda 8. Aha. Bunu çevirə düzgün olmayan kəsrə olacaq 15-də 38. Vurulsun neçəyə? 8-də 5-ə. Bərabərdir. İxtisarlarımız gedir 1, 3. Demək 15, 38. 8 ilə 38 gedəndə demək olur 4, 19. 12-də 19 eləyir. Bu da bizim üçün eləyir 1 tam 12-də 7. Orta məxrəc 60 kimi götürək. 1 tam 60-da 5, 7-nin 35 eləyəcək. 10 tam 60-da 47-dən çıxaq. 1 tam 60-da 35 bərabərdir. 9 tam 60-da 47-dən 35 çıxanda eləyəcək 12. İxtisar gedir 9 tam 5-də 1. Bu da 9 tam 10-da 2 deməkdir. Yəni cavab olacaq C variantı. 8-ci sualda demək, həndəs hissədə BN, B5 bərabərdir 48, B6 bərabərdir 96 olarsa S6-nı tapın. Bizim B5 və B6-mız verildiyinə görə Q-müzü tapa bilirik. Q bərabərdir nəyə? B6 bölünsün B5-ə. Olacaq 96 böl 48 bərabərdir 2 alınacaq. Buradan B1-imizi də tapa bilərik. B1-imizi necə tapırıq? B5 bərabərdir və ya B6-na yaza bilərdik. B5 bərabərdir B1 vurulsun Q üstü 4. Yerinə yazanda B5 neçədir? 48 bərabərdir B1 vurulsun Q üstü. Q-müz neçə tapmışdıq? 2 üstü 4. Burada deməli 48 bərabərdir 16 B1. B1 bərabərdir alırıq demək 3. Bizdən nə lazımdır? S6. S6 bərabərdir nəyə? B1 vurulsun Q üstü N minus 1 bölünsün Q minus 1. Düsturumuz budur. Yerinə yazaq. B1'imiz neçədir? 3 vurulsun Q üstü N. Yəni 2 üstü 6 çıx 1 bölünsün 2 minus 1. Bərabərdir. Demək 3 vurulsun 64'dən 1 63 böl 1. Bu da eləyəcək 189. Yəni cavab olacaq E variantı. 9-cu sualda deməli X bucağının dərəcə ölçüsünü tapın. X bucağının dərəcə ölçüsünü necə tapa bilərik? Buna uyğun bir düstur da var, amma biz necə baxaq bu suala? Demək verilmiş demək şəkildən bax 160 dərəcədir. Digər bucağımız 60 dərəcədir və biz A-ya və B-yə paralel 3-cü düz xətti çəksək, 160-dırsa, deməli bu bucaqlar daxili bir tərəfli bucaqlar sayılır və bura 20 dərəcə olmalıdır. 180 olmalıdır çünki cəmi. Onda aşağı qalır 40 dərəcə. Həmçinin bu bucağın da cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Onda aşağıdakı X bucağımız da olacaq 140 dərəcə. Yəni cavab olacaq B variantı. 10-cu sualda oturacağı AC olan ABC bərabər yəni tutulanda B təpəsindən oturacağı BD medianı çəkilmişdir. Deməli A, B, C. B təpəsindən qarşı tərəfə median çəkilib BD medianı. Deyir ki, BD medianı çəkilmişdir. AD bərabərdir 6. PABC bərabərdir 32. PABC bərabərdir 32. AD 6-dırsa DC də 6 olacaq. Çünki qarşı tərəfi yarıya bölüb. Üçbucaqda median bərabər yanlı üçbucaqda ümumiyyətlə fərqi yoxdur. Təpə nöqtədən çəkilmiş median hündürlük tənbənin 3-ü də bir düz xətt olacaq. Onda bu həm də hündürlük sayılır.
Deməli, ABS-miz neçədir? Perimetri 32. 32-dirsə, 32-dən çıxırıq 12. Yəni AC tərəfin bərabərdir 20 qalır. 20-ni də bölürük 2-yə 10. Yəni tərəflərimiz olacaq 10. Bizdən nə istəyir? BD medianı istəyir. Bura x olsun. Biz bilirik ki, x kvadratı plus 6'nın kvadratı bərabərdir 10'un kvadratı olacaq. X kvadratı plus 36 bərabərdir 100 alınacaq. X kvadratı bərabərdir 100'dən 36 çıxırıq 64. X bərabərdir 8 alınacaq. Deməli, medianımız olacaq 8. 11-ci sualda əvvəlcə birinci mötərizəmizi açaq. Deməli, olacaq 9 çıxılsın. Deməli, 6P. Yox, mötərizəni içərdən çölə açaq. Daha rahat olsun. Yəni, olacaq 9P çıxılsın. Mötərizə içində 6P çıx 3P üstə gəl 1 bərabərdir. İfadəmizi sadələşdirək ya da mötərizəni yenə açaq. 9P çıx 6P üstə gəl 3P çıxılsın 1. İşarələrimiz yenə dəyişəcək. 9P'dən 6P 3P. 3P'nin üstünə 3P gələndə 6P. 6P üstə gəl. Deməli, 1 dəqiqə. Deməli, müsbət olacaq, mənfi olacaq. 6P, 9, 3, 6P çıxılsın 1 olacaq. Deməli, cavab olacaq D variantı. 12-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə BAC bərabərdir 65 dərəcə. Bax, bu bucaq 65 dərəcədir. Onda qarşısındakı, bax, bu BC qövsü neçə olacaq? 130 dərəcə. Çünki daxilə çəkilmiş bucaq qarşıdakı qövsün yarısına bərabərdir. Həmçinin AC qövsü, AC daha doğrusu diagonalı çevrəni belə deyək, yarıya bölüb, 2 yarım qövsə bölüb. Onda 130 dərəcədirsə, AB qövsünün uzunluğu nə qədər olacaq? Daha doğrusu, dərəcə ölçüsü nə qədər olacaq? 180 çıxılsın 130 bərabər olacaq 50 dərəcə. Yəni, cavab olacaq E variantı. On üçüncü sualda ABC paralelogramında AE bərabərdir EB. Deməli, tərəflər bərabər. SA, deməli, A, ECD bərabər neçəyə? 12-yə. ABCD'nin perimetrini tapın. Deməli, AC'dən biz A'dan C'yə bir diagonal çəksək, bilirik ki, S, 2S şəklində sahəmiz ayrılmış olacaq. 13-cü sualda. Demək, dördbucağının sahəsi nədir? 3S. 3S bərabərdir 12. S bərabər neçə alınacaq? 4. Bizdən nə istəyir? ABCD'nin sahəsini. S, ABCD bərabərdir 4S. Yəni 4 vurulsun 4'ə olacaq sahəsi 16 kvadrat santimetr. Yəni B variantı. 14-cü sualda ABC üçbucağında BAC bərabərdir bucaq BAC bərabərdir BCD-yə. BCD-yə. Bax, bu bucaqlar verilib. Daha sonra verilib AD bərabərdir 9'a. AD 9'dur. BD bərabərdir 16 olacaq. BC tərəfini tapın. BC tərəfinə bir X deyək. Onda uyğun tərəflərin nisbətlərinə baxaq. Uyğun tərəflərin nisbəti demək alfanın qarşısında. Bax, bu alfa deyə, bu da alfa olacaq da. Alfanın qarşısındakı böyük üçbucağın tərəfinin, yəni X-in 16'ya nisbəti bərabərdir. Yenə böyük üçbucağın qarşısındakı 9, yəni AB-nin AB-də olacaq 25 bölünsün alfanın daha doğrusu yenə digər üçbucağın tərəfi hansı BC tərəfinə də, yəni X-a nisbəti çarpaz şəkildə vursaq X kvadratı bərabərdir 16 vur 25 alınacaq. X bərabərdir kök altda 16 vurulsun 25. Buradan da köklərimiz çıxır 4 vurulsun 5. Cavab olacaq 20. 15-ci sualda 102'nin kvadrat çıxartılmış hissədən sadə böləni, neçə sadə böləni var? Hər birinin sadə vurğuları ayıraq. Daha sonra əvvəlcə vurğuları ayıraq. Deməli olacaq 102
102 çıxılsın 63 və 102 üstəgəl 63 bərabərdir. 102-dən 63 çıxanda neçə qalır? 12-dən 3 çıxanda 9, 9-dan 6 çıxanda 9-dan 6 çıxanda 3 vurulsun. 102-nin üstünə 63 gələn neçə edir? 165. Sadə vurğularına ayıraq. 39 3 vur 13'dür. Vurulsun 65 neçədir? 5 vurulsun. Deməli 165-i 5-ə böləndə 33. Deməli olacaq 3 vur 5 vur 11. Olacaq 3 vur 5 vur 11. Bu da nə deməkdir? Nə deməkdir? Deməli 3'ün kvadratı vur 5 vur 11 vur 13. Neçə sadə böləni varsa, sadə böləni vurğuların özlərini götürürük. Yəni 1, 2, 3, 4. 4 dənə sadə bölən olacaq. Cavab olacaq B variantı. Bu qədər, hər birinizə uğurlar arzu edirəm.